İran prezidenti Məsud Pezeşkiyan Azərbaycan dilinin İranda tədrisi ilə bağlı danışıb. Pezeşkiyan deyib ki, onun hökuməti Azərbaycan dili də daxil qeyri-fars dillərin məktəblərdə tədrisi işini həyata keçirə bilər. O bunu Şərqi Azərbaycan vilayətindən deputat Məcid Nəsirpurla söhbəti zamanı deyib. Nəsirpur prezidentdən İran parlamentində qeyri-fars dillərin tədrisi ilə bağlı qərara münasibətini soruşub. Pezeşkiyan da belə deyib. Təsəvvürümüzdə niyazı olmaz layihəyə. Bizimizə dövlətdə eləyə bildik başlayalım. İran parlamenti fevralın 26-sında qeyri-fars, yəni etnik dillərin məktəblərdə tədrisini nəzərdə tutan qanun layihəsini rədd edib. İran Konstitusiyasının 15-ci maddəsində İranda qeyri-fars dillərin mətbuatda istifadəsinə və məktəblərdə tədrisinə fars dili ilə yanaşı icazə verilir. Amma İrandakı azərbaycanlılar öz ana dillərində təhsil ala bilmədiklərini deyirlər. İran prezidenti Məsud Pezeşkiyan əslən İran azərbaycanlısıdır və bundan əvvəl də bir neçə dəfə ana dilində çıxışlar edib. Qatiyyətlə demişəm, mən türkəm, mən Azərbaycanda dünyaya gəlmişəm, atam da türkdür, anam da türkdür.